Gəncə şəhərinin 5-ci mikrorayon ərazisində Üzeyir Hacıbəyli küçəsində yerləşən yarımtikili zibilliyə çevrilib. Şikayət TV-yə daxil olan çoxsaylı şikayətlərdə bildirilir ki, Beta şirkətinə məxsus binanın yaxınlığında bu ərazi uzun müddətdir baxımsız vəziyyətdədir və orada antisanitariya hökm sürür. Yarımtikilidə toplanan tullantılar həm piyada, həm də avtomobillərin istifadə etdiyi əsas yola dağılır. Keçidi çətinləşdirir və üfunət yayır. Sözügedən yer dəfələrlə təmizlənsə də bir müddət sonra eyni hal yenidən müşahidə olunur. Şikayətçilərin sözlərinə görə zibilli yığışdırılmadığı üçün bəzən narazı olan şəxslər orada yığılan tullantıları yandırmağa cəhd edirlər. Bu isə yanğın təhlükəsi yaradır. Həmçinin sakinlər iddia edir ki, həmin yarımtikiliyə narkotik aludəçilərinin yığışdığını müşahidə ediblər. Ərazidə yaşayan ailələr bu vəziyyətdən narahat olduqlarını bildiriblər. Sakinlər aidiyyatı qurumlardan problemin qısa zamanda həll olunmasını, ərazidə təmizlik işlərinin aparılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.